5 aylıq proqram izahı Part 3. Biz bu videoda pre-intermediate səviyyəsində danışıq necə formalaşır, o haqda danışacağıq. Artıq tələbə A2 səviyyəsində danışığı bitirib və rahat şəkildə cümlələr qura bilir. Artıq bu ayda timer ilə danışıqlar başlanılır. Timer bizə nədə kömək edir? Zamanın idarəsində və daha sürətli danışıqda. Zaman idarəsində əsas diqqət etdiyimiz nüans qrammatik səhvlərdir. 2 dəqiqə tələbəyə vaxt verilir, bu dəqiqə ərzində tələbə öz fikirlərini çatdırır, onun etdiyi qrammatik səhvlər, pronunciation problemləri təhlil edilir və tələbəyə feedback verilir. Bununla da tələbə artıq gələcəkdə akademik imtahanlara başlanğıc mərhələsinə addım atmış olur. Söz bazası isə tələbənin etdiyi səhvlər əsasında olur. Tələbə danışıqda bilmədiyi sözlər qeyd olunur və dərsdən sonra tələbəyə göndərilir. Söz bazası isə sadə sözlərlə yox, pre-intermediate levellı sözlər, idiom və birləşmələr sayəsində artırılır.